Bütün səhabələr bilirdi ki, Abbas durduğu müddətcə düşmən çadırlara yaxınlaşa bilməz. Ətrafda bir neçə səhabə də onunla növbələşib keşik çəkirdi. Amma Abbasın varlığı hamı üçün ruhi arxayınlıq idi. O gecəni imam və bütün ətrafı dua, zikir, ibadət və Quran oxumaqla keçirdi və bu, aşiqlərin son gecəsi idi. Aşura günü Kərbəla səhrası, günün ilk işıqları ilə sanki dünyanın ən ağır səhnəsinə çevrildi. İmam Hüseyin və onun az saylı, amma imanlı yoldaşları Allahın rəhmətinə ümid və sarsılmaz iradə ilə qarşıda duran ölümün soyuq kölgəsinə doğru addımlayırdılar. Bugün haqq və batil tam qarşı-qarşıyaydı. Səhər namazından sonra 10 gün öncə imamı mühasirəyə alan düşmən sərkərdəsi Hür İbni Yezid Riyahi günahlarının ağırlığını dərk eləyərək peşman olur və imamın yanına gəlib könüldən tövbə eləyir, bağışlanmaq diləyir. İmam onu qəbul edir və öz silahdaşlarının sırasına qatır. Zöhr vaxtı İmam Hüseyin və yoldaşları ox yağışı altında səhrada son dəfə namaz qılırlar. Bu namaz qəlblərin göylərə qalxan səsi, səbrin və fədakarlığın dua ilə birləşdiyi müqəddəs bir andır. Hər bir səhabə ürəyində haqqa bağlılığın ən uca zirvəsini yaşayır. Bundan sonra Aşuranın ən qanlı səhnələri, döyüş başlayır. Hür bu döyüşün ilk şəhidlərindən olur. Daha sonra bir-birinin ardınca Bəni Haşim cavanları və imamın vəfalı səhabələri döyüşə qatılırlar. Onlar misilsiz şücaət göstərərək çox sayda düşməni cəhənnəmə göndərib, sonda şəhadətə qovuşurlar. İmam Hüseynin böyük oğlu Əli İbni Hüseyin Əli Əkbər atası üçün yalnız bir övlad deyildi. O sima baxımından Peyğəmbərə çox bənziyirdi. İmam Hüseyin ona baxıb deyərdi, Ya Rəsulallah, sənin ətrin bu gəncin üzündə qalıb. Aşura günü o atası Hüseynin qarşısına çıxıb döyüş üçün izn istədi. İmam bir anlıq sustu, oğluna baxdı, gözləri doldu və get ey oğul, Allah sənə xeyir nəsib etsin deyib onu döyüşə yola saldı. Əli Əkbər atına minib döyüşə atıldı. Cavan yaşına baxmayaraq düşmən sıralarında şiddətlə döyüşdü. Onun vuruşu düşmən üçün qorxu və heyrət doğururdu. Amma bədəninə saysız yaralar alandan sonra geri dönüb dedi, Atacan, susuzluq məni öldürür. Bir içim su olsaydı yenidən vuruşardım. İmam ona baxıb göz yaşları içində dedi, Ey oğlum, səbr elə. Atam Peyğəmbərin öz əli ilə sənə behişt suyu içirdəcəyi ana çox qalmayıb. Əli Əkbər yenidən döyüşə qayıtdı. Düşmən ona tək-tək yanaşmaqdan qorxduğu üçün onu mühasirəyə aldı. Sonda bir zərbə sinəsinə endirildi və o atdan yerə yıxıldı. Başı üstünə gələn imam bədəni parçalanmış balasını qucağına alıb belə buyurdu, Ey oğlum, dünya sən gedəndən sonra nə dəyərsiz oldu. Aşura gününün sonlarına yaxın çadırlarda su qurtarmış, uşaqlar əl-ətəş, susuzluq deyib fəryad eləyirdilər. İmam Hüseyin qardaşına baxaraq sükutla başını əydi. Abbas başa düşdü ki, su gətirməyin vaxtı çatıb. O düşmən sıralarını yara-yara Fərat çayına çatdı. Suyu məşqə doldurub geri dönərkən düşmənlər hücuma keçdilər. Onun sağ əlini kəsdilər, qılıncı sol əlini aldı, sonra sol əlini də kəsdilər. Amma Abbas suyu daşımağa davam eləyirdi. Hədəfi yalnız bir şey idi, suyu çadırlara çatdırmaq. Bu zaman hərmələ ox atdı və su qabına deşdi. Çarəsiz qalan Abbasa nanəcib düşmən əmudla zərbə vurdu. Abbas yerə yıxıldı və qardaş deyərək imamını köməyə çağırdı. İmam Hüseyin qaçaraq onun yanına çatdı. Abbasın qan içində bədəni, qolları kəsilmiş halda səhraya sərilmişdi. İmam qardaşının başını dizinə qoydu və göz yaşları içində dedi, Qardaşım,
İndi belim sındı, indi köməyim kəsildi. Hamı şəhid olandan sonra imam qucağında 6 aylıq pak körpəsi ilə düşmənin qarşısına çıxdı və dedi: Ey insanlar, əgər mənə rəhm eləmirsinizsə, heç olmasa bu günahsız körpəyə bir içim su verin. Bu vaxt Hərmələ İbn Kahil Əsəd adlı bir oxçu Ömər Sədin əmri ilə yayı çəkdi və 3 başlı bir oxu körpəyə tərəf atdı. Ox körpənin kiçik boğazına dəyib onu yerindəcə şəhid etdi. Əli Əsğər atasının qucağında canını tapşırdı. İmam Hüseyin başını göyə qaldırıb dedi: İlahi, bu körpə şəhidin qanını sənə təqdim edirəm. Artıq bütün səhabələr bir-bir şəhid olmuş, çadırların ətrafı boşalmışdı. Kərbəla səhrasında artıq yalnız bir nəfər qalmışdı: İmam Hüseyin İbni Əli. Səhranın sükutunu ancaq qızların və uşaqların xeymələrdən gələn ah-naləsi pozurdu. İmam Hüseyin düşmənlə tək başına üz-üzə idi. O bir an çadırlara tərəf döndü. Qadınların və uşaqların vəziyyətinə baxdı. Sonra bacısı Zeynəbin çadırına gəldi. Ondan vidalaşdı. Bacı, artıq göz yaşlarını saxla. Allah rizası üçün səbirli ol. Ailəsi ilə vidalaşaraq döyüşə tərəf atılan imam çoxlu sayda düşməni cəhənnəmə göndərəndən sonra kütləvi ox yağışına tutulur və Hərmələnin 3 başlı oxu ilə yerə yıxılır. Sonda ən alçaq insan Şimr İbn Zilcövşən tərəfindən başı kəsilərək nizəyə taxılır. Ailəsi yollarda əsir olan İmam Hüseyin əleyhissalam, İslam, din yaşasın deyə özünün və sevdiklərinin canını bu yolda qurban verir.